Salam dostlar, ümid edirəm ki, yaxşısınız. Bu videoda rusca deyəcəm. Admayak bir evə girsəz, admayak bir evdə təmirsiz, sıfır təmirli bir evə girsəz, orada ölçü necə götürülməlidir, orada mən nələri nəzərə almalıyam və sair və ilaxır kimi bu məfhumları nəzərinizə çatdırmaq istəyirəm. Tutaq ki, biz sıfır təmirli evə getmişik. Ya divarı ağardılmayıb, ya döşəməsi hazır deyil, ya tavanı hazır deyil və sair və ilaxır. Heç bir şey yoxdur binada. Qara suvaqlı bir evə girmişik. Nə edəcəyik? Yaxşı olar ki, əgər usta özünüzün ustası yoxdursa ki, təzə başlayırsınızsa yoxdur, nə edə bilərsiniz? Siz evini təmir etmək istəyən şəxsin usta tapıb tapmadığını soruşa bilərsiniz ilk öncə. Həmin şəxs usta tapıbsa və bununla razılaşıbsa artıq, yəni ustalarla razılaşıb, yəni evi kimə təmir etdirəcəyini bilirsə, yaxşı olar ki, onları da görüşə çağırasınız və o cür danışasınız. Niyə? Çünki siz hal-hazırda sıfırsınız. Yəni bunu boynunuza alaq ki, ilk başlayanda heç bir təcrübəmiz olmur. Nəzəri ola bilər, amma praktik olaraq təcrübəmiz olmur. Lakin o ustaların belə xeyli təcrübəsi var yəni. Ən zəif ustanın belə bilikləri, bildikləri, praktikada istifadə etdikləri bütün nəzəriyyəni bilən dizaynerdən daha belə önəmlidir. Mənim fikrimə görə. Çünki bu adam artıq necə davranılacağını bilir evin içərisində, təmirdə. Bilməyən ustalar var, onlardan söhbət etmirik. Yəni işini doğru və düzgün görən ustalardan danışırıq. Bəli, dediyim kimi, yaxşı olar ki, ustaları da çağırasınız, bir yerdə məsləhət edərək dizayndakı həllərə qərar verəsiniz. Eskizlərinizi çəkirsiniz və yekun olaraq siz vizualınızı hazırlayıb müştəriyə təqdim edirsiniz və daha sonra müştərinin istədiyi kiçik dəyişiklikləri edirsiniz və yekun renderlərinizi alaraq ustalara ölçüləri ilə birlikdə təqdim edirsiniz. Bəli, məsələn, dediyim kimi, qara suvaq bir evə daxil olmusunuz və ölçünü hardan necə götürəcəyinizi bilmirsiniz. Okey, divarların ölçüsünü götürəcəksiniz, burada bir problem yoxdur. Bəs döşəmə və tavan, bunları nə edəcəksiniz? Döşəmənin bir qalxma hündürlüyü var. Çünki siz betonun üzərinə sıfır döşəmə də bilmərsiniz. Niyə? Çünki mətbəximiz və hamamımız bizə mane olacaq. Necə? Hamamda və mətbəxdə santexnik işləri olur. Məsələn, kanalizasiya işləri olur. Bu kanalizasiya xəttlərini, işlərini biz nəzərə almalıyıq. Minimum bir mətbəxi nəzərə alsaq ki, indi mən şəkil çəkərək isə bunu ətraflı izah edəcəm və danışdıqca həmin şəklin üzərində izahımı aparacağım. Okey dostlar, nümunələrlə dediyim kimi davam edək. Tutaq ki, bir mənzilimiz var. Hər hansı bir mənzilin planını xəyali olaraq çəkirəm bura. Hər hansı fərqi yoxdur bizim üçün. Bir ədəd mətbəximiz var deyək. Bir ədəd də otağımız olsun. Və burada da düzdür ergonomik olmadı amma. Okey, girişdə salonumuz, mətbəximiz, yataq otağımız və hamam və visimiz var. Tutaq ki, mənzilimiz var, hal-hazırda əlimizdə olan bir mənzil var və mənzilin sıfır nöqtəsini tapmalıyıq ki, biz artıq dizayn işlərinə başlaya bilək. Ən azından vizual olaraq reallığa ən yaxın görüntünü ortaya çıxarda bilək və bunun üçün istəyirəm ki, binanın yandan bir formasını göstərəm sizə evin. Baxın, tutaq ki, bu bizim bir otaqlı bina evimizdir. Binanın yandan görünüşü budur deyək. Burada bizim pəncərəmiz, burada bizim beton aralığımız olacaq. Tutaq ki, kolonumuz buradadır. Rigelimiz, girişimiz. Tutaq ki, burada. Belə davam edək və bura isə bizim alt hissəmiz betonumuzun və bu isə betonumuzun üst hissəsi. Bəli. Tutaq ki, bura bizim betonumuzun üst hissəsidir. Bura isə bizim betonumuzun alt hissəsi olacaq. Uyğun ölçü ilə davam etməyə çalışıram. Okay. Deməli, bura artıq alt mərtəbə olacaq. Burada detaylara getmirəm, alt mərtəbə. Hal-hazırda buradan danışıram. Tutaq ki, mətbəxə biz buradan baxırıq, sol tərəfdən. Və mən məsafə nə qədər artmalıdır, niyə artmalıdır, onu baş salmaq istəyirəm sizə. Burada bizim bu divarımız olsun. Gördüyünüz bu divarda bura olsun. Hal-hazırda mətbəxə biz bu istiqamətdən baxırıq. Tutaq ki, dedirəm ki, görürsünüz buranı. Okey, mətbəxə bu istiqamətdən baxırıq.
Bu istiqamətdən baxırıqsa bu ölçü ilə davam edirik. Pəncərəmiz burada. Bura bizim dolu hissəmiz ki, bu adətən kərpiclə hörülür, bişmə kərpiclə. Bura isə pəncərəmiz. Pəncərə yazın. Okay. Baxın, hal-hazırda bizim sıfır döşəməmiz var. Girmişik içəri, qapımız, döşəməmiz və biz bilmirik ki, ölçünü necə götürək. Və rigellər düzdür, bu sıxlıqda olmayacaq. Məsələn, nümunə üçün. Hal-hazırda rigelləri görürük, girişləri, tavanı görürük, döşəməni görürük və bilmirik ki, nə edək. Mətbəximizə də müştəri deyib ki, mən mətbəx mebelini burada istəyirəm. Baxın, burada. Mətbəx mebelini burada istəyirsə bu müştəri, biraz kameranı yaxınlaşdıraq. Tutaq ki, mətbəx mebelini müştərimiz burada istəyir. Və deyir ki, şaxtanı da unutmayaq, şaxta tutaq ki, burada olsun, şaxta. Məsələn də, şaxta bu divarın içində olsun deyək. Yəni, təbii ki, bu şablondur. Yəni, təəssüf ki, belə binalarla da rastlaşırıq, belə absurd, amma neysə. Tutaq ki, müştəri deyir ki, qapı buradadır. Müştəri deyir ki, mən mətbəx mebelini burada istəyirəm. Müştəri deyirsə, biz təklif edirik ki, məsələn, belə deyək, normal, ergonomik yolları biz təklif etməliyik zaten. Ergonomik yolları biz təklif etməliyik və son seçimi müştəriyə buraxmalıyıq. Müştəri istəmirsə, okey. O nə deyirsə, onu edirik. Zaten o nə deyirsə, onu edirik, amma biz o həlləri ona təklif etməliyik. Moydadırımız tutaq ki, buradadır. Və buradan bura kimi ciddi bir ölçü olmayacaq. Tutaq ki, buradan bura kimi maks olsun 1 metr. Mətbəxdə kanalizasiya boruları adətən millimetrlik olur. Adətən 50 millimetrlik boruların diametrindən gedir söhbət. 50 millimetrlik borular olur mətbəxdə adətən. Uzunluğunu demirəm də, hal-hazırda enindən danışıram. Yəni, baxın bu ölçüsündən. Ölçümüz 50 olur, bu da 50-50 olur da çox vaxt. Bəli, diametrdən keçən xətlə. Neysə, mövzu bu deyil. Buradan bura kimi olan məsafə, moydadırımız burada olacaq, şaxtamız da yan kəsikdə burada görsənir, düzdürmü? Bizə kanalizasiya çıxışını həmin bu bina tutaq ki, buradan verib. Göstərdiyimiz şəkildə, biraz uzaqdan göstərək. Bizə kanalizasiya çıxışını buradan verib. Və biz moydadırdan bura kimi olan məsafə çoxdursa 1 metrdir, yəni 1 metr. Burada bir problem yaşamayacaq. Moydadırı burada xəyalən çəkirəm. Buradakı turba çox güman divarın içində olacaq, bir problem olmayacaq və divarın içindən bizə çıxış xətti veriləcək. Bu cür olmaya da bilər. Yəni deməyim odur ki, bu cür olmaya da bilər. Müştəri bizdən moydadırı burada istəsəydi nə olacaq idi? Sual verin. Yəni müştəri bizdən moydadırı burada istəsəydi nə olacaq? Yəni baxın bu tində. Onda avtomatik biz divarı deşə bilmirik. Əgər divar hörülmə deyilsə və qonşu tərəfdirsə, bunu deşə bilmirik. Divarın içinə apara bilmirik və bilmərik də. Bu birincisi sağlamlıq, binanın dözümlüyü baxımından, yəni evin divarı baxımından uyğun bir həll deyil. İkincisi isə etik deyil. Siz qonşu ilə arada olan divarın içi ilə öz moykavızın turbasını aparırsınız və qonşunun da yataq otağı oradadırsa və avtomatik sizin gecə o qab yumaqlarınıza şahid olacaq. Divarın içində o, üzr istəyirəm, amma şırıltı səslə yata bilməyəcək adam. Bəlkə də yatacaq bir kənd ab-havası olacaq, amma inanmıram. Baxın indi, müştəri bizdən moydadırı burada istəsəydi nə olacaq idi? Tutaq ki, moydadırı burada çəkirəm hal-hazırda. Moydadırımız buradadır. Və bunu bir qırmızı qələmlə davam etmək istəyirəm. Tutaq ki, bizim moydadırımız burada olacaq. İkinci variantda moydadır buradadır. Biz bunun turbalarını məcburuq ki, yerə gətirək və yerdən xüsusi bir uklonla bunu aparaq kanalizasiya çıxışına. Xüsusi bir uklon olmalıdır burada. Fikir vers, burada bir məsafə var, amma burada yoxdur. Bəli, bu xüsusi uklonu, belə çəkək. Bu xüsusi uklonu biz niyə görə verməliyik? Çünki bu, yəni, tökülən su axmalıdır da, yəni bir yerə axmalı deyilmi? Bu da meyilli olmalıdır ki, həmin kanalizasiyaya axsın. Və kanalizasiya axmağı üçün də bizim 1 metr üçün, yəni standart yox da məsləhətdir ki, 1 metr üçün minimum 2 sm meyl edək. Minimum 1 metr üçün
nə qədər? 2 sm meylli olmalıdır yəni. Yəni 2 sm nədir? Buradan bura kimi 4 metrdirsə, bu ölçümüz bizim 4 metrdirsə, 4 metr. Burada 4 dənə metrimiz varsa, hər metri 2 sm. Tutaq ki, buradan bura kimi, məsələn, ümumi hesablayıram. Buradan bura kimi 1 metrdə bunun hündürlük fərqi. Burada tutaq ki, 10 sm-dirsə, burada olmalıdır 8 sm döşəmədən. Çünki turbanın 1 metrə görə 2 sm-lik meylini belə hesablasaq, yəni bunu da biz adətən buradan yox, sağ tərəfdən hesablayırıq. Kanalizasiya çıxışımızı, yəni sağ tərəfdən yox da kanalizasiya çıxışından. Bizim binanın bizə verdiyi kanalizasiya çıxışı tutaq ki, 0 nöqtəsinə uyğun gətiriblər və tam döşəmənin yanındaymış. Okey, 4 metrlik bir məsafədir. 4 metrlik bir məsafəm var və mən bu 4 metrlik məsafədə hər metrdə 2 sm yuxarı qaldırmalıyam ki, burada mən istədiyim hündürlüyə çatım və bu da 8 sm eləyir. Və plus bizim turbamızın hündürlüyü də var. Bu turbanın altından gedir söhbət. Borunun alt hissəsinin hündürlüyündən gedir. Burada 0-dır. Burada nə qədərdir? Hal-hazırda 8. Turbamız da dedik ki 50 mm-dir. Düzdürmü? 50 mm nə qədər? 5 sm. Deməli 5 sm plus 8 sm nə qədər elədi? Bizim 13 sm minimum hündürlüyə ehtiyacımız var. 13 sm minimum hündürlüyə ona görə ehtiyacımız var ki, bu su axa bilsin. Yoxsa sabah, yəni həmin ev yiyəsini biz nə etmiş olacağıq? Bütün başını dərddə qoyacaq bu adamın. Adam dəqiqə başı kanalizasiya tutulması problemləri ilə üzləşəcək. Və xüsusən birləşmələrdə kəskin, məsələn, tutaq ki, borunu biz üstdən baxaq, borunu biz buradan bura gətirərkən, yəni belə bir ölçü ilə yox da, meylli, yenə deyirəm, 45 dərəcəlik bir ölçü ilə tamamlamağa çalışmalıyıq ki, boru birləşmələrimiz, burada çəkirəm, boru birləşmələrimiz 90 dərəcə ilə yox, boru birləşmələrimiz 90 dərəcə ilə yox, ən azından, ümid edirəm ki, görürsünüz buranı, ən azından 45 dərəcə ilə olsun ki, boru birləşmələrimiz. İlərləyən zamanlarda boru tutulmaları ilə rastlaşmayaq. Yəni, maksimum suyun yolunu biz nə etməliyik? Axar etməliyik. Yəni, maksimum. Yəni, ümid edirəm ki, bir şey izah edə bildim sizə. Tavan məsələsinə digər bölmələrimizdə vurğulayacağım, diqqət çəkəcəm. Hal-hazırda döşəmə ilə belə kifayətlənək. Məsələn, hamamda da eyni söhbətdir, amma hamamda adətən kanalizasiya boruları 50 mm-lik yox da 110 mm-lik olur. Yəni 11 sm-lik. Çünki visilərin, unitazların kanalizasiya boruları kiçik ola bilməz, böyük olmalıdır. 11 sm onun diametri olacaq və ona görə biz ölçülərimizi aparacağıq. Və yaxşı olar ki, dostlar, biz ölçülərimizə hamamdan başlayaq ki, hamamda kanalizasiya turbaları adətən 110 mm olur, yəni 11 sm olur. Yəni oradan başlayıb, belliyimizi orada verib, döşəmənin 0 nöqtəsini orada təyin etməliyik ki, biz evin bütün səthlərində 0 nöqtəsini ala bilək. Hamama girərkən bir pilləkən yuxarı qalxmayaq və ya düşməyək. Yaxşı olar ki, hamamdan başlayaq ölçülərimizi stabilləşdirməyə ki, hamamda o qədər düzlü təsiri olmayacaq. Çünki şaxtaya adətən yaxın olur hamam və o cür seçilir. Yəni, ekstra bir vəziyyət, situasiya olarsa, yaxşı olar ki, hamamdan başlayaq. Döşəmənin 0 nöqtəsinin götürülməyi haqqında bu qədər. Ümid edirəm ki, hər birinizə faydalı oldu. Beyninizdəki o qaranlıq qalan suallara bir cavab tapmış oldunuz. Əlavə bir sualınız olarsa, rəylərdə və yaxud necəsə mənimlə bölüşməyi unutmayın. Səbriniz üçün təşəkkür edirəm. Görüşərik.